Səhər yuxudan duranda gözünün kənarında yığılan şeyin nə olduğunu bilirsən? Bilmirsənsə, mənə diqqətlə qulaq as. Çünki gözünün kənarında yığılan şey əslində gözlərinin düzgün işlədiyinin bariz nümunəsidir. Bax, biz gün ərzində gözümüzü tez-tez qırpırıq. Biz gözümüzü qırpdığımız zaman gözümüzə düşən toz hissəcikləri, mikroblar göz suyu vasitəsilə təmizlənir və gözümüzdən atılır. Amma biz axşam yatdığımız zaman gözümüz bağlı olduğu üçün və qırpmadığımız üçün həmin bu hissəcikləri, tozları, mikrobları gözümüz selektiv işıqdan kənarlaşdırmaq üçün xüsusi bir maye ifraz edir. Bu maye də göz kənarlarında yığılır, toplanır. Ona görə də səhər yuxudan duranda gözünüzün kənarında kimlərinin adi şeydir deyib, kimlərinin də iyrənc hiss etdiyi bir qatı maye olur. Əslində o maye gözlərinin sağlam olduğunu göstərən bir mayedir. Bu videonu hər kəslə paylaşın və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əzasınız, balalarla hər zaman sağlam qalasınız.